Asan Radio və TV-nin təqdimatında Kinderləndəki studiyamızdan bu dəfəki buraxılışımız 26 aprel Dünya Pilotlar Gününə həsr olunub. Pilot peşəsi mənim uşaqlıq arzum olub. Məsələn, hardan bilirsiniz ki, bu düymə bu üçündür? Nəysə diqqətiniz Zeynəb. Gələcəyin iki pilotu da buradadır. Təyyarələr uçan vaxtı tıxaca düşürlər. Çox gözəl sualdır. Xoşunuza gəldi bu veriliş? Bəli, çox xoşumuza gəldi. Mən heç bitməsini istəmirəm. Hər vaxtınız xeyir. Asan Radionun Kinderləndəki studiyasından hər kəsi salamlayıram. Sizinlə mənəm Elşən Həmzəyev. Asan Radio və TV-nin təqdimatında Kinderləndəki studiyamızdan bu dəfəki buraxılışımız 26 aprel Dünya Pilotlar Gününə həsr olunub. Bu gün qonağımız pilot İlham Mirzəyevdir. Salamlayıram, xoş gəlmisiniz. Salam, hər vaxtınız xeyir olsun. Mən də sizi salamlayıram. Bizimlə eyni zamanda balaca həmkarlarımız da var. Mir İsmail və Miray. Sizə salamlayırıq, xoş gördük. Xoş gördük. Xoş gördük. Kinderlənddə olmaq necə hissdir? Əla. Super. Pilot olmaq istəyiniz necə yarandı? Mənim uşaqlıq arzum olub. Mütəmadi olaraq təyyarələri izləmək məndə maraq, istək və belə deyək, arzu yaratdı. Hər bir uğurun arxasında böyük əzm, səbir və zəhmət durur və bütün bunların sayəsində mən hal-hazırda bu sahəyə yiyələmişəm. Uçuş zamanı, məsələn, orada həddən artıq çoxlu düymələr olur. Məsələn, hardan bilirsiniz ki, bu düymə bu üçündür? Yadda saxlamaq çətin deyil. Bizim keçdiyimiz kurslar, verdiyimiz imtahanlar, trenajör uçuşları ərzində təyyarənin nəinki təyyarənin sistemləri, bütün təyyarədə olan düymələrin nəyə yaradığını, hansı funksiyanı yerinə yetirdiyini biz artıq bilirik. Yəni bunlar haqqında məlumatımız olmasa, ümumiyyətlə biz uçuşa buraxılmarıq. Təyyarədə 2 dənə pilot vardı da. İndi onunla nə vaxtsa anlaşmadığınız nəsə olub? Vəziyyətin nə olduğundan asılı olmayaraq iki pilot bir-birilərlə hər zaman məsləhətləşərək birgə qərar verirlər. Yəni bu da onların qarşılıqlı münasibətinin göstəricilərindəndir. Yəni belə bir şey olmur ki, bir pilot fərqli qərar versin, digəri fərqli. Əlbəttə ki, bu ola bilər. Sadəcə olaraq onlar ortaq bir qərara varmalıdırlar. Gələcəyin iki pilotu da buradadır. Elə maraqla suallar verirlər, maraqla dinləyirlər. Adətən atam maşın sürən vaxtı tıxaca düşür. Bəs təyyarələr uçan vaxtı tıxaca düşürlər. Çox gözəl sualdır. İstanbul və yaxud da London Heathrow aeroportu misal gətirə bilərəm ki, bu hava limanları dünyanın ən sıx intensiv aerodromlarından hesab olunur. Bu hava limanlarında təyyarə sıxlığı demək olar ki, hər zaman olur. Və bu sıxlıqlar hava idarəetmə hərəkətinin dispetçerlər tərəfindən idarə olunur. Bəzən biz hava limanına yaxınlaşma ərəfəsində dispetçerlər tərəfindən müəyyən bir gözləmə zonasına göndərilirik ki, bu zonada gözləyərək sıxlıq, yəni təyyarələr sıxlığı azaldıqdan sonra bizə enişə icazə verilsin. Nə vaxtsa olub ki, telefonunuzu ya da çıxarıb ya da nəysə diqqətiniz Zeynəb. Biz hava gəmisinə daxil olmamışdan qabaq artıq telefonlarımızı uçuş rejiminə qoyuruq. Hətta deyərdim ki, söndürürük, çünki ehtiyacımız qalmır bizim telefonlara. Çünki şirkət tərəfindən biz hər uçuş planşetlərlə təmin olunuruq ki, bu planşetlərdə bizim uçuş üçün lazım olan bütün proqramlar, istifadə edə biləcəyimiz bütün ləvazimatlar bu planşetlərdə olur. Xoşunuza gəldi bu veriliş? Bəli, çox xoşumuza gəldi. Mən heç bitməsini istəmirəm. Bundan sonra artıq təyyarəyə minəndə pilotun necə idarə etdiyini bilmiş olacaqsınız. Bəli. Fürsətdən istifadə edib Dünya Pilotlar Günü ilə bağlı mülki və hərbi pilotları təbrik edirəm. İlk öncə hamısına sağlam həyat, aydın səma və təhlükəsiz uçuşlar arzulayıram. Təşəkkürlər, çox sağ olun. YouTube kanalımıza abunə olun.